mərkəzi idi və onun yaradılmasında kimin müstəsna rolu olmuşdur? Sizin canınızı eşidək, bəli. Salam, mənim adım Məmməd Yunusdur. 87 nömrəli məktəbin və Gülarə Əliyev adına 3 nömrəli İncəsənət məktəbin şagirdiyəm. Bu, Morağa rəsədxanasıdır. Onun tikilməsində Azərbaycanın dahi alimi Nusrəddin Tusinin rolu əvəzsizdir. Nəsrəddin Tusi. Dedim, musiqi məktəbində təhsil alın. Bəli. Hansı sahədə? Vokal üzrə. Vokal üzrə. Nə gözəl Yunus. Həm Onda tariximizi bilirsən, həm vokal üzrə dərslər alırsan. Afərin sənə. Yəqin sənin gözəl səsin də var, hə? Bəli. Ən çox sevdiyin mahnı hansıdır? Əslində çoxdur, amma ən sevdiyim Azərbaycandır. İstəyirsinizsə sizin icazənizlə onu sizin üçün ifadə edim. Nə deyirsiniz uşaqlar? Buyurun səhnəyə. Teşekkürler. Buyur yerine geçebilirsin.